dinləyicilərə də deyirəm, Ceyhun, bax sən də diqqətlə qulaq as ki, maşın sürəndə istənilən küçə olsun, necə olsun, dayanan maşınlar var ya yolun qırağında. Onlarda metrə yarım 2 metr aralı keçir. Düzdür, hərdən çətin olur keçmək, eləmək. Onda sürət aşağı salıb siqnal verginə. Deməli belədir. Metrə yarım bir qapı açılacaq qədər aralı. Niyə? Qardaş, bunlar qapını bilsə necə açırlar? Qaydalar nə deyir? Güzgüyə bax. Ondan sonra ehtiyatla qapını aç da. Bunlar isə qapını filarmoniya qapısı konsert günü necə açırlar taybatay? Bunlar elə açırlar. Axı sən o qədər kök deyilsən ay insan. Sən özün çıxan bilən qədər aç ki. Ümumiyyətlə mən məsləhət görürəm ki, maşını arxadan keçəsiz, məsləhətlərdən biri də odur. O qədər olur ki, qapını qəflətən açırlar və maşın gəlir, vurur və hərdən olur o insanı da əzir, şikəst edir. Hərdən olur insan sağ qalır, amma o zərbə o qədər güclü olur ki, qapıdan tutan zərbə çox güclü olur. Maşının qabağı əyilir. Maşının Ceyhun qabağı elə bir ki 45 dərəcə əyilir. O stoykasından tutur da. Yəni belə. Ona görə mən deməli məsləhət görürəm sənə bütün şəraitlərdə metrə yarım aralı. Niyə görə? Yaxın sürəndə qəflətən qapı açılanda tormuz kömək eləmir artıq. Yəni tormuz vursan da o qapını aparırsan. Əgər axı şəhərin küçələri dardır, sola qəflətən fırladırsan ki, o qapını vurmayasan, soldan olan maşını vurursan. Hamısından yaxşı metrə yarım aralı keçməkdir. Bəs maşını minəndə və düşəndə nə etmək olar ki, qəza olmasın? Maşının qapısını açanda Ceyhun, bir dənə də məsləhət verin, bu məsləhəti vermişəm, gənə deyəcəm. Bir dəfəlik açma Ceyhun. Bir dəfəlik, məsəl üçün, demirəm çox, ortanı da açma. Deməli, qapı necə açılmalıdır? Qapı bir balaca açırsan, bir balaca 10 santimetr. Sonra bir dəfə də güzgüyə baxırsan, tam açırsan, çıxırsan. İzah eləyirəm niyə? Sən deyəcəksən ki, bəzi adamlar deyəcək ki, Aqil mən, bu nə ehtiyatdır? Güzgüyə baxıram da, baxıram, maşın yoxdur, nə qədər lazımdır, o qədər açıram. İş orasındadır ki, günlərin bir günü, keyfiniz həddindən artıq yaxşı olanda və yaxud həddindən artıq keyfiniz pis olanda, kreditin vaxtı keçəndə siz güzgü haqqında fikirləşməyəcəksiniz. Öyrəşdiyiniz kimi qapını orta vəziyyətə açacaqsınız və bu bir zakon podlusu. Azərbaycanca bilmirəm necə demək olar. Yəni həmin anda da maşın gəlib vuracaq. Yəni vərdişə çevirmək. Vərdişə çevirmək lazım. 2 dəfə açmaq lazımdır. Niyə? Bir balaca açırsan, bir dəfə də güzgüyə baxırsan, tamam açırsan. Gör nə olur. Günlərin bir günündə keyfin olmayanda qapını biraz açırsan. Axı sən öyrəşmirsən biraz açmağa. Sən biraz açan kimi səndən qaçırlar. O gələnlər artıq görürlər ki, sən bu dəqiqə qapını öyrəşiblər axı ki, filarmoniya qapısına. O dəqiqə sən bir balaca açılmış qapını görüb səndən qaçacaqlar. Yəni məsləhət o elə ki bir siqnaldır da artıq. Siqnaldır ki, açıram ha. Bəli. Açıram ha. Hə bu məsləhət Ceyhun, elə bunu. Bəli.